Salam, necəsən? Yaxşısan? Mənə bir dənə qırmızı papağanın nağılını danışdı. Əlbəttə, başlayıram. Təxminən belə bir şeydir. Süni intellekt təkcə böyüklərin yox, uşaqların da ayrılmaz dostuna çevrilib. Kimi nağıl danışmasını istəyir, kimi də ev tapşırıqlarını həll etdirir. Bir zamanlar kırmızı papaqlı bir qız var idi. Onu hər kəs belə tanıyırdı. Bir gün o nənəsini baş çəkməyə gedirdi və yolda maraqlı macəralar yaşanırdı. Hər zaman səninlə danışmaq çox xoşdur. Hər hansı bir sualın və ya başqa bir isteyin olsa, çəkinmədən deyə bilər. Süni intellektdən nə qədər istifadə olunursa olunsun, uşağın real ünsiyyət və özünü ifadə bacarıqlarını formalaşdıran əsas amil canlı təmas sayılır. Nəzarətsiz istifadənin uşaqların düşünmə, danışma və özünü ifadə bacarıqlarına təsir edə biləcəyi deyilir. Psixoloq İlahi Aslanovanın sözlərinə görə, süni intellektdən doğru şəkildə və valideyn nəzarəti altında istifadə olunduqda, bu uşaqlarda tədqiqat və araşdırma bacarıqlarını genişləndirir. Valideyn uşağına bildirməlidir ki, bununla süni intellektdən o halda istifadə edirsən ki, sadəcə olaraq öncəliklə vaxt qoyursunuz, 3 dəqiqə və 5 dəqiqə aralığında öncə özün düşünürsən, özün düşünməlisən və daha sonra tapdığın cavabı süni intellektlə müqayisə edə bilərsən və yəni burada nə edir valideyn? Uşağa özünə düşünməsi üçün ikna etmiş olur və daha sonrasında vaxt çox önəmlidir. 20-30 dəqiqə aralığında gün ərzində istifadə edə bilərsən. Təbii ki, bu da yaşa görə dəyişəcək. Süni intellektin uşaqların həyatına sürətlə daxil olması cəmiyyətdə yeni çağırışlar yaradır. Texnologiya ilə inkişaf arasındakı tarazlığı qorumaq. Bugün uşaqlar dünyanın istənilən məlumatına saniyələr içində çıxış əldə edə bilirlər. Amma əsl inkişaf yalnız cavabı bilməkdə deyil, həmin cavaba gedən yolu araşdırmaqdan keçir. Bu səbəbdən həm valideynlər, həm də təhsil müəssisələri uşaqlara texnologiyanı əvəzedici vasitə kimi deyil, dəstəkçi alət kimi istifadə etməyi öyrətməlidirlər. Firuzə Məlikzadə, Namiq Hüseyev, Xəbər Ertəsi.